Burada salon elementlərinin, məsəl üçün bu sükanın mebellə işlənməyi Lexus ənənəsidir. Fərqli bir hisslər verir. Toyota'da bunlar dəri olmadığından, ağac işləmələri nisbətən Lexus'a görə az olmağı bir balaca onda geri qala bilər Celsior, amma onda da Velour salondur ki, Velour salon da çox qeyri-adi salondur. Az tapılan salonlardandır. Getmək istəyirəm, qaz verirəm, avtomobil sanki belə boğulur. Kimsə onu arxadan tutub saxlayır ki, yox, getmə. Bu mühərriki qorumaq niyyəti iləndir, yaxud yanacaq qənaəti niyyəti iləndir, dəqiqləşdirmək lazımdır. Amma bu mühərrik eyni güc də deyirlər. Məsələn, bu mühərrikin 290 at gücü var. 290 at gücü kimi özünü göstərmir. İlk dövrələrdə, 2000 dövr, üst dövrlərdə. Amma 4000 dövrdən o tərəfə təbii ki, bu artıq ani yapışdırma effekti verir avtomobil. Askı sistemi, baxın, sükan sağa sola fırladıram, amma avtomobil görürsünüz yellənmir. Özünü saxlamağa çalışır ki, sərnişinlər, sürücü özünü maksimum dərəcədə komfortda hiss etsinlər. Lexus'un da həmişə niyyəti, amalı bu olub ki, avtomobil daxilində olan sərnişin və sürücü istənilən yol səthində, şəhər şəraitində, uzaq yolda maksimum dərəcədə sürüşdən zövq ala bilsin. Bu avtomobildə tam şəkildə zövq almaq olur sürüşdən. İstər sərnişin ol, istər sürücü ol.